Bugünkü verilişimizin mövzusunu qərara gəlmişik ki, qarışıq mövzularda qoyaq. Elə qərar verdiyimiz üçün də Xəzər Lənkəran formasını geyindim gəldim. Mən bilsəydim Real'ın formasını geyib gələrdim. Sən kimi kimlə müqayisə edirsən? Sen kiminle dans ettiğinin farkında desem mi? İndi mənə bu maraqlıdır ki, Orxan sən meyxanadan niyə uzaqlaşdın? Uzdıra bilmədim. Beynim məlumatı almağa çalışır ki, mən həqiqətən bu sözləri eşidirəm yoxsa yox. Sən gəldi yaxınlaşdı, əlin qoydu boynuma, bir dənə də belə 10 manat vardı, yəni atdı stola ki, sən dayın o vaxtı bəyin anası ilə sevgili idi. Aydın qurban, elə ki bu toy yadda qalan olsun da. Aydın da qar ki yadında saxlayarsan qalar da yadda. İkinci ev həyata gəlsəydin meyxanaçı olardın. Həm meyxana elə mövzudur ki, əskərlik kimi açıldısa bağlamaq olmur da söhbət olur. Hədə qaqaş strateji səhv eləyiblər. Göndər 100 dənə gül bana. Yaz ora, yazma da bunu 100 elə. Elə adamları sevin ki, hara getsə sizlə bərabər gəlsin.